Uşağın keçirdiyi infeksion xəstəliklər ürəkdə qalıcı problem formalaşdıra bilərmi? Bəli. Heç yəni ağır söhbətlərə bu gün toxunursunuz. Ağır suallara verirsiniz. Adam biraz kövrəlir. Niyə kövrəlirəm? Çünki o pasientləri gözümə qabağına gəlir. Yanvar ayın 1-də hələ işlədim xəstəxanada Məlhəmdə. 3-4 yaşında səhv salmıramsa bir körpə uşağımız var idi. Azərbaycan güşələrindən gəlib. Bu səhv salmıramsa Ucar rayonunda idi. Tamam xatırlamıram. Evdə xalq arasında qrip dedikləri, soyuq dəymə dedikləri və təbii ki, kənd cəmaətidir. Xəstələr önəmsəmirlər. Çünki yanvarı 1-i gəlmişdi bizim yanımıza. Onu mən xatırlayıram. Bu olub söhbət herhalde dekabr ayında xəstələr nerə eləyir, baxımsız qalır və s. Kənd yerində də keçib gedir düşüncəsilə. Axırda yanvarda xəstə ağırlaşmış formatda gəlir və xəstədə viral miokardit ortaya çıxır və ürək yığılması zəifləyib. Xəstə artıq indi ürək köçürülməsinə möhtac olan, dövlətin himayəsinə alınan bir pasientdir. Yəni qız uşağımız adını verməyəcəm. Ona görə də bu tür viruslar, bu tür infeksiyalar miokarditə gətirib çıxarır. O da xoş olmayan bir hadisədir. İşte ona görə də viruslar oldu, qrip oldu və s. bir şey olsa mütləq surətdə həkimə müraciət eləməniz tövsiyə olunur. Bu tür videonun davamı gəlmək istəyir dəyərli izləyicilər. Xahiş edirəm səhifimizə abunə olun. Şərh bölmənizə məntiqli suallarınızı verin. Çünki biz təki sizlər çoxsunuz. Hər suala cavab verə bilmirik. Məntiqli suallara olmasını xahiş edirəm olsun ki, bizlərimizdən gələn dəstək verək.